Hörmətli izləyicilər, Saqqallı Alikin oğlu Fuad canlıda danışanda bir iş yoldaşım telefona çəkib mənə atdı. Ya Rəbbim, bu nə danışır? Bu hasalədə tərbiyə alır. İnsan da bu qədər tərbiyəsiz, əxlaqsız olarmışmı? O tərbiyəsiz sözləri ağzıma almıram, kənara qoyuram. O birlərini sizlərə çatdırayım. Bu bəsli dəlxanada 7 ay yatdı. Dədəmlə mən dərmanını aldıq, göndərdik. Yolda dilənir, yemək tullayırıq, paltar tullayırıq. Olduqca tərbiyəsiz pozun qadın olub. Hətta polis şöbəsində Akstafada ekspertə təsdiqləyib ki, çox pozğun, əxlaqsız qadındır. Sonra deyir, qapımızın ağzından keçəndə paltarını soyunur, daha dalı deyiləsi döy, ağzı alması döy. Ondan sonra da şəklimi qoydu, bir avtoqəza qoydu, dedi ki, avariya düşdü, öldü. Millət qapımıza töküldü, cəmaat məni görəndə şoka düşdü, mən cəmaatı görəndə şoka düşdüm. Bacılarım ağlaya-ağlaya Bakıdan yola çıxdılar, Kürdəmirətən gəldilər. Yəni, demək istəyirdi ki, biz güclü qüvvəyik, götürdük, bunu demək istəyirdi. Apardım, diskə köçürdüm, Akstafa məhkəməsinə verdim, özüm də 10.000 təzminat tələb elədim. Hakim Zamiq müəllim idi, heç 10 qəpik də kəsmədi. Qərar nə çıxartdı, səndən üzr istəyəcəkdi. Və indi nə tər olur ki, bu saqqallı alik həftədə bir videomu aparır, iddia qaldırır, təzminat alır məndən. Falan videoda alçaq deyir, falan videoda şərəfsiz deyir, falan videoda saqqal deyir, falan videoda çaqqal deyir. Hətta çaqqal sözünü 3 dəfə təzminat kəsdirib. Deyirəm, ay məhkəmə, bəs buna bir dəfə kəsdiniz, bəs eləmədi mi? Deyir, 3 yerdə deyibsən. Hakim də cavan, gözəl bir xanım da, heyran xanım. Deyir, 3 yerdə deyibsiz. Bunun təcrübəsizliyindən mi deyir? Yoxsa Alikə sarı işlədiydi mi? Başım çıxmır. Yaxşı, məhkəmə sədri Natiq müəllim, sizin bu işlərdən xəbarınız yoxdurmu? Ola bilməz. Bunlar hamısı sizin qoltuğunuzun altından keçir. Siz oxuyub ötürürsünüz, hətta bir yerdə qərar verirsiniz. Fuadın mənə dediklərini niyə təzminat kəsmədiniz, hə? Təzminatı təbii ki, ikiniz bir yerdə özünüzə kəsdiniz. Bu faktdır, bu danılmazdır. Nə istəyirsiniz eləyin? Ömürlük türmədə yataram. Ömürlük pensiyamı verəcəm, mən bu yoldan dönməyəcəm. Xalq məni də yaxşı tanıyır, Saqqallı Alik də yaxşı tanıyır. Nə qabilin yeridir. Gələdir gül ağzını açça sizləri bir yaxşı yağlıya. Mənim sözüm bu qədər. Sağ olun.